afqan etdi. Saxla görün. Bülbül zarəm deyəndə olursa ki, bülbül və ağlayanam. Bülbül zarəm, yəni ağlar bülbüləm. Bülbül zarəm deyil bihudə əfqan etdigim. Özümü bağışlaya bilmirəm ki, mənim qucağımdan o körpəli idi, 15 günlük uşaqdı. O mənim qucağımdan yıxıldı, onun gözləri elə oldu. Mən hindiyənə qədər özümü onu bağışlaya bilmirəm. Anam həmişə istərdi ki, onun uşaqları oxuyub bir yana çıxsın. Nəhayət məni 50-ci ildə məsləhətlə apardılar. Demək, Bizonada, o zaman Bizonada yerləşən kör uşaqlar üçün orta internat məktəbinə məni qoydular və mən o məktəbdə təhsil almağa başladım. İmaməddin də deyirlər, İmadəddin. İmaməddin dinin imamı, amma İmadəddin daha yaxşıdır, elə deyir, yəni dinin sütunu. Mənası budur. Bülbül zarəm deyil bihudə afqan etdi. Saxla görün. Bülbül zarəm deyəndə olursa ki, bülbül və ağlayanam. Bülbül zarəm, yəni ağlar bülbüləm. Bülbül zarəm, ağlar bülbüləm. Bir əfqan eləməyin bihudə deyil. Bülbül zarəm deyil bihudə əfqan etdigim. Bülbül zarəm deyil. Zarəm deyil bihudə afqan etdi. Qalmışam navan qəfəs qeydində, Gülzar istərəm, istərəm. Sağ ol, amma yenə o üsəndə iyi kimi aydın çıxmır. Suxən az avləmi kəbud amət, suxən az asiman firud amət. Gər budi qovhəri vəray suxən, an firud amədi becai suxən. Sən Baroğlum Baba Quran başa düşdün? Buna deyirlər rast muğamı. Rast muğamı muğamlarımızın anasıdır. Bütün muğamlar dəyişikliyə uğrayaraq bugünkü günümüzə qədər gəlib, ancaq rast muğamı heç bir dəyişikliyə uğramadan əvvəldən necə yaranıb bugünkü günümüzə qədər elə də gəlib. Rast fars dilində doğruluq, düzgünlük deməkdir. Ala gözlüm, qara gözlüm, şirin sözlüm, mənə bir çarə eləyən, ya günəş təyək görünüb, ya günümü qavra eləyən. Kövsər zülal badə-i can pərvərimdədir. Onun məqtəsində deyir ki, dildən məhaldır ki, edə intiqal eşq. Onu belə oxuyun. Az eyləmə inayətini əhli dərdidən, yəni ki, çox bəlalərə qıl mübtəla məni. Az eyləmə yox.
Az eyləmə inayətini Eyləmə əhli. inayətini. Yəni ki, çox bəlalara. Yəni ki, tez get. Ala gözlüm, qara gözlüm, şirin sözlüm, mənə bir çarə elə. Ya günəş təyək görünüb, ya günümü qara eləyəm.